Dostlar, hər kəsə salam. Amerikanski videomuza xoş gəldiniz. Bilirəm, videonun başlığı sizə maraqlı gəldi. Hətta deyə bilərsiniz ki, kimdə axı o Amerikalılar gəlib mənim millətimin üzvünə əsəbləşir. Amma bu belədir. Bizdə normal olan şeylər Amerikanlılarda anormaldır. O zaman gəlin baxaq görək bu Amerikalılar bizə hansı məsələlərdə əsəbləşirlər. Amma bundan qabaq kanala abunə olmağı, bildirimləri açmağı, like qoymağı və rəy bölümündə hansı mövzular haqqında video çəkməyimi istəyirsinizsə, onu da yazmağı unutmayın. Hədiyyələşmək. Bəli, düzgün eşitdiniz. Hədiyyələşmək. Biz xalq olaraq qonaqpərvərik və getdiyimiz yerlərə heç vaxt əliboş getmirik. Nəyisə alıb aparırıq. Şirniyyat, meyvə və s. Amma Amerikalılarda belə bir adət yoxdur. Yəni misal üçün siz bir şənliyə gedəcəksiniz deyək. Olsun yeni il və bir Amerikalı dostunuza bir hədiyyə almısınız deyək. Siz o hədiyyəni ona verəndə görəcəksiniz ki, bu ona çox təəccüblü gələcək. Çünki burada əgər iki nəfər aralarında hədiyyələşəcəksə, bundan ikisinin də xəbəri olmalıdır. Yoxsa biri hədiyyə alıb onu sevindirmək istəyərkən digəri pis vəziyyətə düşür. Heç nə almayaraq. Bir də bu arada nə qədər qəribə gəlsə də bizim üçün burada hətta bilik günündə də müəllimlərə gül almırlar və nə də həkimlərə hədiyyə vermirlər. Bizdə var axı əməliyyat və ya xəstəlik keçəndən sonra həkimə hörmət olaraq bir balaca hədiyyə vermək. Amma bunlarda belə bir şey yoxdur. Ona görə də ən salamatı əgər bura gəlib seçim arasında qalsanız ki, görəsən buna hədiyyə alım ya yox, ən yaxşısı almamaqdır. Burası daha güzel. Valideynlərlə yaşamaq. Bizim millətdə necədir? Əgər bir adam ailə həyatı qurursa, öz valideynlərinin yanından köçür və gedir ayrı artıq yaşamağa. Düzdür, istisna hallar da var, valideynlərlə yaşayanlar da var. Amma istisnalar qaydanı pozmur. Burada isə əgər sən bir universitetə və ya kollecə qəbul olmusansa, sən artıq öz valideynlərinin yanından köçməlisən. Çünki bunlarda bu artıq bir adətdir. Hətta bir Amerikalıya desən ki, get ailən ilə yaşa da, niyə tək qalırsan? Həm evdə tək olmazsan, həm də xərcin az olar. O an Amerikalı sizə əsəbləşəcək. Çünki onlar heç bunu təsəvvür belə etmirlər ki, necə yetkin yaşda birisi öz ailəsi ilə qalır. Yəni bu o anlama da gəlmir ki, yəqin səni valideynlərin sevmir. Xeyr, onlar öz övladlarını sevirlər. Hər bayramda, şənlikdə bir olurlar, təbrik edirlər. Sadəcə valideynlər övladlarını bu şəkildə müstəqil həyata öyrəşdirirlər. Belə bir məqam da qeyd edim ki, burada valideynlər övladlarının toy xərclərini belə qarşılamırlar. Çünki həmin adam öz ayaqları üstündə dayanmalıdır, sonra evlənmək haqqında fikirləşməlidir. Amma bizdə bir çox ailədə necə baş verir bu hadisələr? Ay bala, cehizə pul çat, nişanı bir ildə uzadaq bəlkə. Gedək biraz ucuz qızıl alaq, sonra yaxşısını alarıq. Şadlıq sarayının xərci çoxdur. Gəl həyətdə toy edək və s. kimi şeylər olur. Ona görə də burada insanların əksəriyyəti 30 yaşından sonra ailə həyatı qurur və heç kimi xərci salmadan öz pulu ilə öz toyunu yola verir. Avtoş sayağı sürüş tərzimiz. Bəli, burada maşını normal sürürlər. Kimsə kiminsə qabağını kəsmir, kimsə kiminsə ötüb keçmir, iki təkər qaldırmır ya da drift etmir. Eləyən olanda da maşının içində qəşəng söyüşlər söylərlər ona. Əl ilə bəzi işarələr göstərirlər həmin o avtoşa. Bakıda da deyilsə axı maşını saxlayıb deyəsiz ki, nə oturmusan maşında söyürsən, çıx görün maşından. Və ona görə də Amerikada avtoş kimi maşını sürməsəniz yaxşıdır. Və buna görə də Amerikalılar bəzi bizimkilərin bu davranışlarını sevmirlər. Sağlıq demək. Sağlıq demək Amerikalılara yaddır. Bizdə var axı yaşlı bir dayı əlinə götürür stəkanı, başlayır uzun-uzadı sağlıq demək. Sonra da stəkanları toqquşdururlar. Amma bunlarda elə bir şey yoxdur. Qısa konkret qaldırdın stəkanı və içdin. Mağazaya gedəndə geyinib keçirmək. Biz adi marketə gedəndə həmişə üst başımıza fikir veririk ki, hər şey normal olsun. Pis gündə millətin içinə çıxmayaq. Ən əsası da xanımlar makyaj edirlər, ətirlənirlər və s. Amma burada belə bir adət yoxdur. Hətta onlar buna görə bizim haqqda belə fikirləşirlər ki, bəs nə olub da belə geyinmisən, keçinmisən, Görüşə falan gedirsən. Əslində isə bu bizim normal halımızdır. Sadəcə onlara qəribə gəlir. Qonaqlıq anlayışı. Xalq olaraq qonaqpərvərik deyə bu məsələdə bizə çatan yoxdur. Hətta bu bizdə ayrı bir mədəniyyət qolu da sayıla bilər. Çünki bir nəfər yığır hamını ya bir kafeyə ya öz evinə süfrə açır, hər şeyi təşkil edir öz hesabına və bir qonaqlıq verir. Və həmin qonaqlıq 3-4 saat davam edir. Hətta bəzən daha çox. Amma burada belə bir mədəniyyət yoxdur. Maksimum bir nəfər adamları evinə qonaq çağırır, o gələn qonaqların hərəsi bir şeylər gətirir. Kimisi yeməyi, kimisi içməyini və bu şəkildə yığışıb biraz oturub dağılışırlar. Bunlar üçün bizim elədiyimiz biraz mənasız gələ bilər, amma həqiqətdə bu bizim xalqımızın əvəz olunmaz bir xüsusiyyətidir. Müraciət şəkli. Bizdə var axı, restorana getmisən ya da kafeyə, orada ofisianta necə müraciət eləyirik? Xalaoğlu, bibioğlu, qardaşım bir dənə bura bax da. Və bizdə bu normallaşıb, amma Amerikalılar buna yaxşı baxmırlar. Çünki onlarda bizim kimi səmimiyyət yoxdur. Yalnız Excuse me deyirsiniz və artıq o ofisiant sizə yaxınlaşacaq. Dən çay verərsən? Çay.
Əziz izləyicim, səni bir neçə dəqiqəliyinə videodan ayıracağım. Çünki sənə demək istədiyim vacib bir şey var. İndi bəlkə ekrana baxıb deyirsən, gör necə maşını var, Amerika kimi yerdə yaşayır. Amma 6 il əvvəlki Rəsul belə deyildi. O vaxt həyat mənim üçün çox çətin və ümidsiz görünürdü. Bəlkə sən də indi elə bir vəziyyətdəsən. Əgər elədirsə, sənə öz təcrübəmdən bir məsləhət vermək istəyirəm. Əgər bu gün pulsuzluqdan şikayət edirsənsə, iş tapa bilmirsənsə və ya maaşın azdırsa, yeni bir gəlir qapısı yaratmağın vaxtıdır. Bilirəm, bu asan səslənmir. Pul yoxdur axı, necə edim deyə düşünə bilərsən. Amma bax, sən bu anda mənim kurslarım vasitəsilə özünə yeni gəlir imkanları yarada bilərsən. Mənim YouTube və ChatGPT kurslarım artıq yüzlərlə insanın həyatını maddi baxımdan yaxşılaşdırıb. Təxminən 400 nəfər mənim YouTube kursumu, 200-dən çox insan ChatGPT kursumu alaraq əlavə və hətta pasiv gəlir qazanmağa başlayıb. Bu sənə əlavə gəlir yaradan kursların qiyməti isə bir çox insan üçün bir aylıq cib xərcliyi qədərdir. YouTube kursumu 189 AZN, ChatGPT kursumu isə 159 AZN ala bilərsən. Amma bununla kurslarım bitmir. Digər kurslarımla da səni tanış edim. Növbəti kurs arzularını gerçəkləşdir kursudur. Bu kurs sənə arzularının niyə reallaşmadığını göstərir və həmin səhvləri düzəltdikdən sonra məqsədlərinə daha yaxın olursan. Şuur altında səni geridə saxlayan blokları tapır və onları aradan qaldırmağı öyrənirsən. Ən əsası isə real metodlarla arzularına necə çatmalı olduğunun yolunu öyrənirsən. Bu kursun qiyməti isə 79 AZN-dir. Sonuncu kurs isə 12 həftəlik bədən transformasiyası kursudur. Bu kurs təkcə artıq çəkidən qurtulmağa yox, həm də sənin bədəninin və həyat tərzinin dəyişməsinə kömək edir. Çünki yadında saxla, öz bədəninə nəzarət etməyən insan çox vaxt həyatının digər sahələrində də zəif olur. Və sən heç görmüsənmi, həqiqətən varlı və uğurlu insanlar öz bədənlərinə laqeyd yanaşsınlar. Əksinə onlar öz bədənlərinə xüsusi diqqət edirlər və sağlam formada qalmağa çalışırlar. Bu kurs sənə də bunu öyrədir. Təkcə arıqlamaq yox, bədəni idarə etməyi və sağlam həyat tərzini formalaşdırmağı. Sən 3 ayda düzgün diyet və məşq proqramı ilə fit və sağlam bədən qura bilərsən. Bu kursda məqsəd sadəcə çəki itirmək deyil, pi faizini azaltmaq və bunu qalıcı etməkdir. Çünki proqram səndə sağlam vərdişlər formalaşdıracaq. Bu kursun qiyməti isə 89 AZN-dir. Ekranda indi 4 kursun ayrı-ayrılıqda qiymətini görürsən. Ətraflı məlumat üçün rasulasadi.com saytına daxil ola bilərsən. Sualların varsa Instagramda mənə də yaza bilərsən. Və əgər YouTube'dan gəldiyini desən, sənə 10% endirim edəcəyim alacağın hər hansısa bir kursa. 4 kursu birdən alanlara isə 25% endirim olunacaq. Sənə lazım olan tək şey başlamaqdır. Çünki həyatlarını yaxşıya doğru dəyişənlər, gözləyənlər yox, qərar verib hərəkət edən insanlardır. İndi videoya davam edə bilərsən. Dilimizin çox mürəkkəb olması. İngilis dilini öyrənəndə özünüz də fikir vermisiniz ki, yəqin bizim feillərimiz onlardakı kimi deyil. Yəni bizdə sözdə dəyişiklik olur, amma onlarda söz olduğu kimi qalır. Məsələn, yerimək, yeriyəndə, yeriyərək. Amma onlarda volk və yanında köməkçi feillər. Yəni bir sözlə biz necə ki düşünürük ki, ingilis dili çətindir, onlar da o şəkildə bizim dilimiz haqqında fikirləşirlər. Hal-əhval tutmaq. Biz görüşəndə necə salamlaşırıq? Salam, necəsən, nətərsən? Və ondan sonra danışırıq. Bizim halımız necədir, evdəkilər necədir və s. Amma burada əgər kimsə sənə desə, "Hi, how are you?" və sən başlasan ki, "Bəs beləyəm, eləyəm." Onda həmin adam əsəbləşəcək. Çünki bunlar "Hi, how are you?" ifadəsini ümumi bir salamlaşma kimi istifadə edirlər. "Hi" biraz pis çıxır deyə ona görə "How are you?" əlavə edirlər və söhbətə başlayırlar. Yəni ən salamatı bu cür cavab verməlisiniz. "Yaxşıyam, siz necəsiniz?" Çox da adamı yormayasan gərək. Okay. Evə gələndə ayaqqabıları soyunmaq. Belə baxanda burada heç bir qəribə hərəkət yoxdur. Çünki pis çıxmasın. Sən çöldə gəzib dolaşdığın ayaqqabılarla durub evdə niyə gəzirsən ki? Niyə o şəkildə evi çirkləndirəsən ki? Evdə ayaqqabı ilə gəzmək belə baxanda adamı çox narahat edir. Onunla necə oturasan, necə yatasan, amma onlar hörmət əlaməti olaraq əgər sizə gəlsə, ayaqqabılarını çıxardırlar. Lakin əgər siz evə çoxlu qonaq çağırsanız və hamıya bir-bir desəniz ki, ayaqqabılarınızı burada soyunun, sonra keçin içəri, o zaman sizə əsəb ilə baxacaqlar. Növbə mədəniyyəti. Hə, burada heç nə deyə bilmərəm. Burada adamlar haqlıdır. Bizimkilərin növbə mədəniyyəti anlayışı çox zəifdir. Özünüz də görmüsünüz də yəqin. Qaqa, mən söz soruşub çıxıram deyib Hamını keçib gedir qabağa kimsə. Və ya itələyə-itələyə qabağa keçməyə çalışanlar da çoxdur. Düzdür, burada o anlayış da yoxdur ki, bir yaşlıya və ya uşaqlı qadına və ya hamilə bir xanıma yol vermək lazımdır ki, o sırada qabağa keçsin. Amma ümumi olaraq növbə mədəniyyəti anlayışı var deyə hər kəs öz yerini bilir və hər kəs öz növbəsini gözləyir və heç kim də heç kimin haqqına girmir.
öz başına özünü müalicə etmək. Amerikalılar başa düşmürlər ki, necə yəni bir insan xəstəliklərin simptomlarına ciddi yanaşmayıb öz-özünə müalicə təyin edə bilər. Hər kəsin bir məsləyi var da, biri mühəndisdir, biri müəllimdir və ya memardır, amma bunlarla birgə terapevt də deyilsiniz də. Bunu gedin işin əhlindən soruşun. Üstəlik ilkin mərhələdə bir çox ciddi xəstəliklər əhəmiyyətsiz görünür. Zaman keçdikcə özünü bir üzə verir. Digər tərəfdən bir Azərbaycanlı kimi bilirəm ki, həkimlərə müraciət etmək o qədər də asan deyil. Bəziləri isə özlərini ağrı kəsicilərlə müalicə edir və simptomları aradan qaldırmağa təklif edirlər. Ancaq bəzən özünü müalicə etmək həqiqətən təhlükəlidir. Siz mütləq şəkildə nənə-baba üsulu ilə müalicələrə girməməli və həkim nəzarəti olmadan antibiotik içməməlisiniz. Hamamdan çıxanda və ya bərbərdən çıxanda edilən təbrik. Həmişə təmizlikdə qardaşım. Bu xarici dillərə praktiki olaraq tərcümə olunmayan bir ifadədir. Yəni öz zövqünüz üçün tərcümə edə bilərsiniz, amma bütün məna onda yox olacaq. Tərcümə edilərsə bu sözün əsl mənası uğurlu yuyulma münasibəti ilə təbrikə bənzər və Amerikalılarda bizim niyə belə dediyimizə təəccüblənirlər. Çöldən gələndən sonra evdə başqa paltar geyinmək. Siz heç çöl paltarı ilə evdə gəzən görmüsünüz bizdə? Yox, çünki bizdə elə bir adət yoxdur. Çöldə gəzib dolaşdığın paltar ilə gəlib evdə oturasan, uzanasan. Evin ev paltarı var, rahat və sərbəst. Çölündə çöl paltarı. Amma digər ki, bu Amerikalılar üçün təəccüblü gəlir. Bəli dostlar, bir Amerikan videosunun da sonuna gəldik. Amerikalıların bizim xalq haqqında olan düşüncələrindən sizə danışdım. Güman edirəm sizlər üçün faydalı oldu. Videonu bəyənib kanala dəstək olmağı və rəy yazmağı da unutmayın. Özünüzə yaxşı baxın və növbəti videolarda görüşənə qədər. Hələlik.